Hardadır o içi göy izolyasiya olunmuş çənlər, plastik çənlər, onlar pişivoy izolyasiya olunur və s. və ilaxır. Beləsinə şərhlər bildirən insanlar hardadırlar? Baxın, bu internetdən, TikTokdan götürülən videodur. Sizə göstərirəm, nümayiş elətdirirəm. Bu bakteriyalar, çömçə quyruqlar, bu göbələklər görürsünüzmü? Bu çənlərin içində əmələ gəlir. Yəni fərqi yoxdur. Bu pişivoydur, izolyasiya olunub yoxsa yox. Plastik çəndə bu mümkündür 100%. Bu isə bizim istehsaldır, Azərbaycan yerli istehsaldır, bizim çənlərimizdir, 10 il rəsmi zəmanətlə satılır. Heç bir problemi olmur. İçində göbələk, mamır, o parazitlər, mikroblar, bakteriyalar əmələ gəlmir. Ona görə də siz bu çəni rahatlıqla alırsınız, bir dəfə qoyursunuz və bilirsiniz ki, pulunuz hədər yerə getmədi. İşi bir dəfə görürsünüz, bununla da bitdi, getdi. Yəni ən təmiz, ekoloji, ən sağlam, ən uzun ömürlü. Tanıyan bilir ki, Nerjaveka 50 il, 70 il, 100 il də gedir. Siz onu yəni işlədə bilirsiniz.